Salam, isim dərsindən bugünkü dərsimiz mənsubiyyət şəkilçilərinin ismin hal şəkilçilərindən fərqləndirilməsi, xəbəri şəkilçiləri, ismin sifətləşməsi olacaq. Gəlin baxaq. Mənsubiyyət şəkilçilərini ismin, deməli, təsiri kağız şəkilçisi necə fərqləndirmək olar? Biz bilirik ki, üçüncü şəxsin təkinə aid olan mənsubiyyət şəkilçisinin şəkilçisi I üzəri 4-dür. Təsir yağ şəkilçisi də I üzəri 4-dür. Bunları necə fərqləndirmək olar? Baxın bu sözlərlə. Əgər mənsubiyyət şəkilçili sözsə, qarşıda sənin, onun, mənim kimi şəxs əvəzliklərini əlavə etmək olar və yaxud öz əvəzində əlavə eləmək olur. Əgər məzmunsuzluq yaranmırsa, mənsubiyyət şəkilçili sözün qarşısında deməli bu sözlər istifadə etmişsiniz. Baxın, evin, kitabı, qələmin. Burada gəlik hallı şəxs əvəzi yoxdur. Amma mən artıra bilərəm. Sənin evin, onun kitabı, mənim qələmim olar. Sonra, heç bunları artırmayın. Öz əvəzini istifadə edin. Öz kitabım, öz kitabı. Görürsünüzmü? Məzmunsuzluq yaranmadı. Deməli, bunlardakı I mənsubiyyət şəkilçisinə aid imiş. İndi, bunu təsirik hallı sözə necə fərqləndirmək olar? Kitabı mənə verdəki kitabı sözü təsirik haldadır. Hardan bilirik? Bunun qarşısına bir dənə onun əvəzini atıraq. Onun kitabı mənə ver. Onun kitabı mənə ver. Görürsünüz, alınmır. Məzmunsuzdur. Və yaxud öz kitabı mənə ver. Öz kitabı mənə ver. Görürsünüz, yenə alınmadı. Və ya nəyi sualın vermək olar? Nəyi verim? Kitabı. Görürsünüz, nəyi? Kitabı. Əgər nəyi sualına cavab verirsə, ondan əlavə, onun və öz əvəzliklərini artırmaq olmursa, deməli bu ismin təsirik alan şəkilçisiymiş. Sonra eynən bu qaydanı yerik halın üzərində də tətbiq edəcəyik. Məsələn, sənin evin demək olar. Deməli, evindəki in mənsubiyyət imiş. Amma, yerik halı sözün qarşısında özü və onunu istifadə etmək olmayacaq. Məsələn, öz sənin evin demək olmur. Onun sənin evin demək olmur. Görürsünüz, məzmunsuzluq yarandı. Yerik halı sözün qarşısına nə onunu artıra bildim, nə də ki özünü. Deməli, bunlar da ki, mənsubiyyət şəkilçisi deyilmiş. Eyni zamanda ismin yeganə halıdır ki, təsirli hal xəbər ola bilmir. Amma mənsubiyyət şəkilçili söz xəbər ola bilər. Evidir, dostudur, kitabıdır. Buradakı ılar mənsubiyyət şəkilçisinə aiddir. Və dır da ki, üçüncü şəxsin təkinə aid olan xəbəri şəkilçisidir. Ondan sonra, yerik hal şəkilçisi qəbul etmiş ismi yenidən hallandırmaq olmur. Amma mənsubiyyət şəkilçili sözdə bunu etmək mümkündür. Məsələn, dəftəri adı qaldı. Dəftərinin yerik, dəftərinə yönlük, dəftərini təsirlik, dəftərində, dəftərindən yerlik və çıxışlıq haldır, gördüyünüz kimi. Bu şəkildə müəyyən eləyirlər, yəni başqa bir düsturu, variantı yoxdur. Ya sual verin, ya da ki, sənin və öz əvəzliklərini artırıb elə müəyyən eləyə bilərsiniz. Bu qədər bəsitdir. Xəbəri şəxs şəkilçiləri haqqında məlumat verim. Deməli, isimlər şəxsə görə dəyişilə qəbul etdiyi şəkilçilər şəxs xəbəri şəkilçiləri adlanır. Üç şəxs üzrə olur. Birinci şəxsi am-əmdir. Birinci şəxsin cəmində daha doğrusu I üzəri 4-dür. İkinci şəxsin təki san-səndir. Cəmi sınız üzəri 4-dür. Üçüncü şəxsin təki dırdır. Cəmi dır plus lar-lərdir. Bunların qarşısına deməli şəxs əvəzinin özünü əlavə edəcəksiniz. Necə? Mən insanam, sən insansan, o insandır, biz insanıq, siz insansız, onlar insandırlar. Bir də yadda saxlayın ki, dır, tələffüzdə d olacaq, düşür, r samiti düşür. Sınızda da düşür, sız olur. Düzgün yazılış sınızdır, tələffüzdə sızdır. Bunu yadda saxlayın, suallara düşə bilər. Gördüyünüz kimi, mən bunların qarşısına şəxs əvəzin özünü əlavə elədim. Mənsubiyyətdən bundan fərqlənəcək. Mənsubiyyətə mənim, sənin, onun, bizim, sizin, onların idisə, burada sadəcə boş məndir, səndir, odur, bizdir, sizdir, onlardır. Bunları artıraraq müəyyən edə bilərsiniz. Sonra mənsubiyyət şəkilçisindən başqa nə ilə fərqlənir? Mənsubiyyət şəkilçisi vurğu qəbul eləyir, amma deməli, şəxs xəbəri şəkilçisi vurğu qəbul etmir. Bunun inkarı deyil sözündən yaranır və deməli, tələbə deyiləm, şagird deyil şəklindədir. Gördüyünüz kimi deyillə düzəldəcəksiniz. Mamə ilə bunun inkarı yaranmaz. Sonra mübtəda və xəbər arasında əlaqə yaratmaq üçün istifadə edilir.
Mənsubiyyət şəkilçiləri istənilən cümlə üzvü ola bilər, müxtəlif cümlə üzvü. Amma xəbərlik, şəxs xəbərlik şəkilçisi yalnız xəbər ola bilir. Başqa heç bir şey olmur. Cümlə üzvü olaraq yalnız xəbərdir. Yəni bu şəxs şəkilçilərini, xəbərlik şəkilçilərini yalnız xəbərin, cümlə üzvü olan xəbərin tərkibində görə biləcəksiniz. Baxın, mənim kitabım. Bu deməli mənsubiyyət şəkilçili sözdür. Mən şagirdim. Görürsünüz, məndən istifadə etmişəm. Buradakı mən birinci şəxsin təkinə aid olan şəxs xəbərlik şəkilçisidir. Bunlar cümlədə ağırlıq yaratmamaq üçün sonuncu saxlanmaqla birincidə, ikincidə ixtisar gedə bilər. Bu kitab, o isə qələmdir. Görürsünüzmü? Mən bunu bərpa edə bilərəm. Bu kitabdır, o isə qələmdir şəklində də istifadə etmək olar. Sadəcə olaraq cümlənin məzmunu ağırlaşmasın deyə ixtisarlardan istifadə edirlər. İsmi 4 qrammatik şəkilçini biz sizdən keçdik. Cəm, mənsubiyyət, hal və xəbərlik şəkilçisi. Bunların ardıcıllığını yadda saxlayın. Baxın, cəm m ilə bitdi, mənsubiyyət m ilə başladı. Sonra hal gəlir, ən sonunda da şəxs xəbərlik şəkilçisi gəlir. Və yaxud da ki, bu sözü əzbərləyərək yadınızda saxlaya bilərsiniz. Kitablarımızdadır sözünü. Ondan sonra ismin sifətləşməsi, substantivləşməsi dərsi var. Bu imtahana düşməsə də sintaksis bölməsi sizə kömək olacaq. Məsələn, deyəcəklər ki, təyin ifadə vasitələri nədir? Onlardan biri də isimdir. Bəli, isim də cümlədə təyin ola bilər, cümlə üzvü olaraq. Bu necə mümkün olur? Onun sifətləşəndə mümkün olur. Sifətin sualına cavab verəcək, sifət kimi cümlə üzvü olaraq təyin ola bilər. Amma sifətin dərəcələrini qəbul etmir, tam da sifətləşmə getmir yəni. Nitq hissəsi olaraq mən yenə buna isim deyəcəm. Morfologiya bölməsində, baxın, bu sözlər hamısı isimdir. Daşdır, yundur, dəridir, saxsıdır, dəmirdir, misdir, bezdir, pambıqdır. Hamısı isim gedəcək. Sadəcə olaraq cümlə üzvü olaraq rahat şəkildə təyin ola bilirlər, sifətləşə bilirlər. Bunlar daha çox sənət, peşə, material, qohumluq anlayışı bildirən sözlərdə olur. Deyirəm ki, həkim qardaşım gəldi. Nə etdi? Gəldi. Kim qardaşım? Hansı qardaşımdır? Müəllim yoxsa həkim? Həkim. Gümüş saat aldım. Nə etdim? Aldım. Nəyi? Saatı. Hansı saat almışam? Gümüş. Yəni qızıl yoxdur, gümüş saat almışam. Bacım Gülsüm gəldi. Hansı Gülsümdür bu? Bacım Gülsümdür. Görürsünüzmü? Material məzmunu sözləri müəyyən eləmək üçün ki, bu isimli ya yox, baxın, belə bir düsturdan istifadə olunur. Çıxışlı qal, plus hazırlanmış və ya olan. Qızıl üzük deyirəm, qızıldan hazırlanmış üzük, qızıldan olan üzük demək olursa, deməli, qızıl elə isim imiş. Gördüyünüz kimi qızıldır, gümüşdür, daşdır, yundur, rahat şəkildə sifətləşə bilirlər. Bu düsturdan da daha çox material məzmunu sözləri istifadə edə bilərsiniz. Bir də yadda saxlayın ki, gümüşü və qızılı sözləri sifətləşmirlər. Bunlar, bu sözlər, düzəltmə sifət və sadi isim gedir. Bundakı ü, təsirkarın da şəkilçisi ola bilər və ya mənsubiyyətində. Bunu cümlə daxilində müəyyən edəcəksiniz. Məsələn, gümüşü mənə ver, nəyi təsirlik olacaq burada? Onun gümüşü məndədir. Kimdədir? Məndədir. Nə? Onun gümüşü. Buradakı ü mənsubiyyət olacaq. Bugünlük dərsimiz bu qədər. Biraz da testlərə baxaq. Sizə daha aydın, daha rahat olsun deyə. Qələm sözü hansı cümlədə mənsubiyyət şəkilçisi qəbul etmişdir? Gəlin müəyyən edək. Bizə lazımdır deməli, mənsubiyyət şəkilçisi qəbul edən bir söz. Qələmi bizə demək olar ki, qənim kəsilir. Baxın, əgər bu mənsubiyyət şəkilçili sözdürsə, qarşısına onunu əlavə eləmək olar. Onun, qələmi bizə demək olar ki, qənim kəsilib. Məzmunsuzluq yaranmadı. Tam da yerinə oturdu. Deməli elə baxın, buymuş. Mənsubiyyət şəkilçili söz qələmiymiş. Digərinə baxaq. Qələmi bugün silahla əvəz edərik. Nəyi əvəz edərik? Qələmi. Müəyyən təsirkarla sual verərək müəyyən edirsiniz. Müəyyən təsirkarlıq getdi. Qələmi mənə ver. Nəyi? Müəyyən təsirkarlıq getdi. Qələmi ədalət və haqq yolunda işlət. Nəyi? Müəyyən təsirkarlıq. Qələmi sabah qaytararsan, nəyi qaytararsan? Qələmi. Sən qaytararsan. Mübtədası da var. Görürsünüzmü? Bərpa eləmək mümkündür. Müəyyən təsirkarlı yalnız sual verərək müəyyən etmək olur. Sonra digərinə baxaq. Hansı cümlədə mənsubiyyət şəkilçili söz var? Papağı yerə düşdü. Onun papağı və yaxud öz papağı. Baxın, bunlardan istifadə etmək olur. Bəli, alındı. Buymuş elə.
Dərsi oxumamışam. Mən oxumamışam. Nəyi? Dərsi. Müəyyən təsiri kəl. Uşağı bağçaya qoydum. Kimi? Uşağı. Müəyyən təsiri kəl. O səhnəni çox sevirdi. Baxın, bu da müəyyən təsiri kəldadır. Həmin tamaşanı onsuz başladılar. Nəyi? Bu da həmçinin. Gördüyünüz kimi bunlar hamısı müəyyən təsiri kəlda oldu. Amma papağı mənsubi şəkilsi qəbul etmiş söz oldu. Çanta sözü hansı cümlədə adlıq haldadır? Gəlin tapaq. Bizə adlıq hal lazımdır və çanta sözü. Çantanı mağazadan aldım. Nəyi almışam? Nəyi? Çantanı. Mən almışam. Çantam evdə qalıb. Mənim çantam. Deməli, buradakı bu mənsubiyyət imiş. Nə edib qalıb? Nə? Çantam. Adı qalın sualı nəyə cavab verdi? Deməli, cavabımız budur. Və biz bilirik ki, adı qal cəmi də qəbul edə bilər, mənsubiyyəti də qəbul edə bilər, xəbəri şəkilsini qəbul edə bilər. Mənsubi şəkilçili sözdür. Bəli, adı qaldadır. Mənsubi şəkilsini qəbul edə bilər və adı qalın sualına cavab verdi. Sonra həyətimizdə çanta dükanı, baxın, çanta dükanı. Buradakı, bunun qarşısındakı söz mənsubi şəkilsini qəbul edib. Deməli, çantada qeyri-müəyyən yərik haldadır. Çünki qeyri-müəyyən yərik hal mənsubi şəkilçili sözdən ayrılmır. Həmişə tələbi odur ki, məndən sonra mənsubi şəkilçili söz gəlsin. Deməli, bu da getdi. Yəni, onun başqa bir variantı yoxdur. Onun tələbi budur. Heç bir zaman ayrılmır, istisnasız. Çantanın rəngi ın yərikdir, i mənsubiyyətdir. Mənsubi şəkilçili sözün qarşısında yərik hallı söz qalır. Çünki mənsubi şəkilçili sözə daha çox yərik hallı sözün istifadə edilir. Anar bacısına çanta aldı. Bu qeyri-müəyyən təsirli haldadır. Hardan bilirik? Yerini dəyişik. Anar çantanı bacısına aldı. Gördünüz, feildən ayıran kimi tez öz şəkilçisini tələb elədi. Aha, gördüyünüz kimi feildən ayıran kimi tez öz şəkilçisini tələb elədi. Çünki qeyri-müəyyən təsirli hallı söz daha çox feilin yanında gəlir. Feildən istifadə edilir. Onu feildən ayıran kimi tez öz şəkilçisini tələb edir və yaxud da ki, bu variantdan istifadə edə bilərsiniz. O, sonra bu və həmin sözlərindən istifadə etmək olar. Məsələn, anar bacısına o çantanı aldı. Baxın, şəkilçi bərpa oldu. Bu çantanı aldı. Həmin çantanı aldı. Deməli, bu qeyri-müəyyən təsirli haldadır. Çünki mən onu rahatlıqla müəyyən təsirli hala çevirə bildim. Müəyyən təsirli hala tapmaq üçün sual veririk. Qeyri-müəyyən təsirli hala tapmaq üçün yerini dəyişirik və yaxud şəkilçini bərpa edirik və ya işarə əvəzliklərini artıraraq şəkilçini bərpa edib müəyyən etmək olur. Bu qədər bəsitdir, gördüyünüz kimi. Sonra